İspaniya, Belçika və Stradivariusdan necə sifariş edirəm, nələr sifariş etmişəm, gəlin baxaq. Birinci istəyirəm Belçikadan nə almışam onu sizə göstərim, daha sonra isə Belçikadan sifarişi necə edirəm onu göstərəcəm. Ütüsüz köynəkdir, belə bir forması var, mən çox bəyəndim. Bunu əsasən kostyumların altından geyinmək üçün almışam. Qalın olmayan nazik bir paltodur. Bunu S ölçü almışam. Qısas olsaydı daha qəşəng olardı, amma belə də məncə pis deyil. Belçika.com saytına girib ölkəni İspaniya, dili isə ingilis dili seçirik. İstədiyimiz məhsulları səbətə əlavə edirik. Proses order etdikdən sonra qeydiyatsız davam etməyi seçirik. Buradan isə mütləq standart home delivery. Kargo şirkəti olaraq Kolibrini sizə tövsiyə edirəm. Kolibrinin İspaniya ünvanını dəqiq bir şəkildə Belçikada köçürürük. Adresla ünvanı bu hissəyə yapışdırıb buradan Barcelona, Kataloniya seçirik. Adres line to isə bu hissəyə köçürülür. Zip kodu dəqiq köçürün, region olaraq Barcelona seçin, şəhər olaraq da burada qeyd etdiyimi. Buradan istədiyiniz ödəmə yöntəmini seçə bilərsiniz. Mən çox vaxt Apple Pay seçirəm. Bu hissədən ödəniş edib artıq prosesi tamamlayırıq.